Salam, hər vaxtınız xeyir. Mən FES Akademinin lisey hazırlığı üzrə müəllimi Firuzə Hüseynli. Bugün sizə əvəzlik mövzusunun izahını verəcəm. Əvəzlik nədir? Əvəzlik əsas nitq hissəsidir və əsas nitq hissəsi olmaqla yanaşı digər nitq hissələrindən fərqi ondadır ki, əvəzlik həm özünü, həm də başqa nitq hissələrini əvəz edə bilir. Tərifin soruşsa deyəcək ki, İsim, sifət, say və başqa nitq hissələrinin yerində, yəni əsas nitq hissələrindən söhbət gedir. Yerində işlənən sözlərə və yaxud da əsas nitq hissəsinə əvəzlik deyəcək. Bəs əvəzlik özünü əvəz edə bilərmi? Bəli, deyirik ki, eyni şəkildə sual əvəzliyi, yadda saxlayın, özünü də əvəz edə bilir. Əvəzliyin quruluşca növləri nədir bəs? Biz digər nitq hissələrində də danışmışıq ki, quruluşca növlər sadə olması, düzəltmə olması, mürəkkəb olması. Əvəzliyin yadda saxlayın ki, quruluşca, baxın, ən çox rastımıza çıxan növü sadədir. Çoxsu sadədir. Məsələn, mən, biz, onlar, bu, həmin. Baxın, tək kökdən ibarətdir, yəni sadədir. Bu üç əvəzliklər düzəltmədir. Biri, birisi, kimsə. Bax, birdən biri düzəldi. Birdən birisi düzəldi. Kimdən kimsə düzəldi. Düzəltmədir. İki dənədir, görürsünüzmü? İki-ikidir, qoşa-qoşadır. Bu əvəzliklər isə mürəkkəbdir. Və biz qaydadan bilirik ki, tərkibi əvəzliklər, mürəkkəb tərkibli sözlər ayrı yazılır. Yəni, əvəzliklər əgər ayrı şəkildə yazılıb mürəkkəbdirsə, biz bunlara tərkibi əvəzliklər deyirik.